Yeni tikilən evlərə sənədsiz evlərdən söhbət gedir. Qaz xəttinin, işıq xəttinin, su xəttinin çəkilməməsini alqışlayırlar, düz eləyirlər. Sənədsiz də çünki sonrakı problemləri görürlər, sonra daha ciddi problemlər yaranacaq. Bu mənzillərin, evlərin sayı daha da çox olacaq. Bunun indidən qarşısını alırlar. Amma tikən var, qaz xətti çəkən var, içində yaşayan var. Bunların aqibəti nə olacaq? Bunlar çox ciddi məsələlərdir və minlərlə, 10 minlərlə insanı əhatə edən bir problemdir bu. Həm də bu problem fikirlərim təkcə Bakıda deyil. Gəlin görək bizim rayonlarda, kəndlərdə neçə evin kupçası var, çıxarışı var. Sizi inandırım 100-150 ev olan bir kəndə gedin, girin. Gerek bir yerdə bir monitoring eləyək. Gerek aslında bir rayonda bir kəndə, məsələn bir 100-150 evi olan bir kənd. Soruşaq görək neçə evin kupçası var. Heç 10 evin kupçası olmayacaq. Ona görə də kütləvi dövlət amnistiyası məsələsi ki deyirəm, o çox vacib ki Azərbaycanın hər yerində bu problem bir də kökündən həll olunsun. Bu məsələ çox bunu tək belə deyək də bir İqtisadiyyat Nazirliyinin yanında Dövlət Əmlak Xidmətinin əmlak məsələləri dövlət xidmətinin üzərinə qoymaq lazım deyil. Bunun üçün xüsusi bir dövlət komissiyası yaranmalıdır. Bəli. Xüsusi bir tamamilə razıyam sizin fikrinizlə. Çünki bir təşkilatın üzərinə qoyanda orada fərdi yanaşmalarla, fərdi baxışlarla məsələlər həllini tapmır. Onun yox, xüsusi bir dövlət komissiyası yaranmalıdır. O komissiya bütün hər şeyi dərinliyi ilə araşdırmalıdır. Təbii ki, o əmlak məsələləri üzrə dövlət xidmətinin mütəxəssislərini də cəlb etmək şərti ilə. Ancaq səlahiyyətləri o komissiya öz üzərinə götürməlidir. Məsuliyyəti o komissiya öz üzərinə götürməlidir və prezidentin qarşısında da o komissiya hesabat verməlidir ki, bəli, biz bu situasiyanı araşdırdıq, bu vəziyyəti araşdırdıq. Bu təbii ki, bir günün də işi deyil, bir ayın da işi deyil, bir ilin də işi deyil. Çünki bütövlükdə ölkə üzrə bu işin inventarizasiyası keçirilməlidir. O kollektorun üzərində, bayaq dediyim o xəttin üzərində tikilib ki, burada lük var, o lükün üzərində tikilən evlər, onlar təbii ki, onlar müəyyənləşməli. Ora icazə verən adamların hamısı meydana gətirilməli. Tural bəy, biz bunu etməsək, bu cəmiyyətin əxlaqını, tərbiyəsini müəyyən edə bilməyəcəyik. Biz bu cəmiyyət tərbiyələndirə, bu idarəçilik aparatını tərbiyələndirə bilməyəcəyik. Məmur hesab edəcək ki, o gəlib, oturubdur kürsüdə nə istəyir, onu eləməlidir. Eləyə bilər. Gedəndə də buna gözün üstündə qaşın var, heç kəs deməyəcəkdir. İndi bu kütləvi dövlət amnistiyası deyirik, o da problemlidir. Əslində fikir etməyəm. Onda da bilirsiniz, onlarla, yüzlərlə dələduz nə qədər pul qazanacaq? Təbii də, ona görə də deyirəm ki, onu bir qurumun öhdəsinə buraxmaq olmaz da, ona xüsusi bir dövlət komissiyası yaratmaq lazımdır. Və o işlək bir komissiya olmalıdır, ayda bir dəfə yığışan yox. Oturmalıdır, dövlət komissiyası xüsusi olaraq bu işi işləməlidir. Çözüb başa çatdırana qədər. Yəni, bu ölkədə bu problem nə qədər uzanmalıdır? Cəmaat 10 illərdir yaşayır evində, evinin çıxarışını ala bilmir. Çıxarışını ala bilmirsə, o evindən istifadə edib, əmlak istifadə edib, deyək ki, bankdan kredit götürə bilmir. Çünki sənədi yoxdur. Bir də o sənədsiz dediyimiz söhbət var. Bu sənədsiz söhbət yoxdur Azərbaycanda. Qəbul etmirsiniz siz sənədsiz? Mən çıxarışsız evlər var. Aha. O evlərin hamısı sənədlidir. Onların hamısına... İcra hakimiyyətindən bir sənəd alıblar, bələdiyyədən bir sənədləri var. Hamısı var o sənədlər. Siz buna necə sənədsiz deyirsiniz? Siz necə sənədsiz deyirsiniz? Haqlısınız. Deyirəm, razıyam. Sənədsiz gedin görün, bir dənə binanın içində deyirəm, bir dənə, yuxarıda bir dənə bir, belə deyək də, 60-ın 50-yə ya 60-ın 30-a bir dənə nəfəsli yaşa bilirsiniz. Qoyarlar. Həmən gəlir, icra nümayəndəsi oturub maşında gəzir. Təbii ki, fikir. Heç kimin də xəbəri olmur. Elə şey olar? Yox, mümkün deyil. Yəni, əgər bir nəfəsliyin açılmasına həmən dəqiqə icra nümayəndəsi gəlir, çatırsa ki, sizin icazəniz var. Bu günlərdə olub, bu günlərdə özümün iştirakı ilə. Həmən bir dənə bir qara Nivada gəldi, dayandı. Orada adam evinin qabağında bir dənə elə bir ki, özünün ərazisidir, evinin ərazisidir. Oranın səs-küy olmasın deyə bağlayırdı. Gəl, icazəniz varmı? İcra nümayəndə icazə almışsınızmı? Əmlakdan icazənіз varmı? Yəni, həmən gəlirlər, o qaraquş deyirlər, bir yem görən kimi həmən də gəlib başın üstünə alırlar. Ona görə icazəsiz sözü deməyin. Sənədsiz ev yoxdur. Sənədsiz ev yoxdur. Çıxarışsız evlər var. Mülkiyyət hüququnu təsdiqləyən çıxarışsız evlər var. Bu çox ciddi problemdir. Biz hesab edirik ki, yaxın vaxtlarda bu problemin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Çünki indi sənədsiz dediyimiz o çıxarışsız evlər
başqa problemlər yaradır. Bax görürsüz, məsələn, təbii fəlakət olur, yağış yağdı, evləri su bastı, sel bastı. Kim icazə verib? İndi burada başqa bir məsələ var ki, biz istəyirəm. 100 illərlə o göl orada olubdu. Yəni bu göl bir yerdə onlar aydın məsələdir. Onu demək istəmirəm. Onu demək istəyirəm ki, o evlərin heç birinin çıxarışı olmadığına görə sığortası da yoxdur. Onlara ziyan dəyər, dövlətdən kompensasiya istəyirlər. Onlar başqa məsələdir. Yəni o problem dediyim kimi bir problem görün neçə problem yaradır. Digər problemləri yaradırlar. O başqa məsələdir. Halbuki o mənzillərin çıxarışı olsa, o mənzillər sığorta olunsa, əmlak sığortası, daşınmaz əmlak sığortası, sığortadan vəsaitin olar, dövlətə yük düşməz. Bu sahədə biz səhman yaratmalıyıq. Səhman da biz illərdir görünür ki, bir dənə qurumun öhdəsinə qoymaq düzgün deyil. Yəni əmlak məsələləri üzrə dövlət xidmətinin üzərinə qoymaq düzgün deyil. Bəli, bu bir dövlət komissiyasının təklif edirik ki, koordinasiyası ilə həll olunmalıdır. Xüsusi bir dövlət qurumu bir dövlət komissiyası yaradılsın. O komissiyanın başına belə deyək də bacarıqlı adamlar qoyulsun və bunların rəhbərliyi altında ölkə üzrə əmlakdan aidiyyatı mütəxəssisləri də cəlb eləməklə ciddi bir inventarizasiya aparılsın. O evlər ki, kollektorların üzərində tikilib, yəni lazımsız yerlərdə tikilibdir, təhlükəli yerlərdə tikilibdir, onların siyasi müəyyənləşsin, onların taleyi ilə bağlı qərar qəbul edilsin. Çünki o adamların da günahı deyil. O adam ola bilsin ki, sadəcə olaraq bilməyib ki, orada kommunikasiya var. Amma icazəni verən adam, rəhbər, qurum bilib ki, orada kommunikasiya var. Sadəcə tamahını idarə edə bilməyibdir, sərəncam verir, ged orada tik. Yəni bu hallar hamısı müəyyənləşsin, yəni o qəbul olunan evlərin də taleyi necə olacaqdır, amma yerdə qalan böyük əksəriyyət hamısı kollektorun üzərində ev tikməyibdir ki, hamısı kanalizasiyanın üzərində ev tikməyibdir ki, hamısı neft kəmərinin üzərində ev tikməyibdir, hətta yüksək. Onların bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərdir. Sizin də dediyiniz kimi bundan sonra o evləri söküb yerində pomidor xeyir əkməyəcəklər. Onun dövlət orqanları təyinatını dəyişdirməlidir. Beləliklə vətəndaşlar çıxarışla təmin olunmalıdır. Bunun başqa çıxış yolu yoxdur ki. Yəni bu bir vətəndaş deyil, 100 vətəndaş deyil, 1000 vətəndaş deyil, 10 minlərlə, milyonlarla insanlar. Tək Bakı şəhərində və Abşeron yarımadasında 500 minə yaxın indi sənədsiz dediyimiz çıxarışsız ev var. O adamların o sayı vurun bir ülkə nə qədər eləyir 500 min? 3 adam yaşayırdı orada, ata, ana, bir uşaq yaşayırdı. Milyon yarım insan deməkdir. Görürsüz? Milyon yarım ciddi rəqəm. Ən aşağı milyon yarım insan deməkdir. Milyon yarım insan taleyi deməkdir. İndi bu milyon yarım insan nə edəcək ki, işıqsız, susuz, qazsız qoyacaq? Yəni, bu mümkündür. Məsələ bundan ibarət. Bu mümkün deyil. Bu məsələyə dediyimiz formada yanaşma olmalıdır. Yenidən bir dənə prezident, cənab prezident bizim humanist adamdır, bizim humanist insandır. Onun qəbul etdiyi qərarlar hamısı humanizm nöqteyi nəzərindən olur. Biz bunu dəfələrlə görmüşük. Amma çox təəssüf ki, bəzən məmurlar o humanist qərarları kirli məqsədlərlə istifadə edirlər və nəticə etibarında belə gözəl sənədlərin icrası da açıq qalır. Mən elə şeylər bilirəm, prezidentin fərmanı ilə bağlı bir sənədlə bağlı müraciət edirsən ki, bax bu qanunla bu sənədləri toparlayıb gətirib verirəm də sizə, bunu həll edəyin. Onu edə bilmirsən, mümkün deyil. Valla mən şoka düşdüm. İcra etməli olduğu sənəddən, fərmandan, əgər bir dövlət qurumunun əməkdaşının xəbəri yoxsa biz daha nədən danışaq? Xəbəri var, sadəcə olaraq o həll etməmək üçün deyə xəbərimiz yox. Həll etməmək üçün xəbərimiz yox. Xəbəri var. Daha necə elə şey olur? Sadəcə olaraq problemi həll etməmək üçün deyir ki, mən bu barədə məlumatsızam. Bizim xəbərimiz yoxdur bunun. 2 qat biabırçılıqdır da. Biabırçılıq təbii ki, bədbəxtçilikdir, belə şey olar mı?